Salam əziz müəllimlər, abituriyentlər və kanalımızın digər izləyiciləri, hər vaxtınız xeyir olsun. İkinci sınağın izahatını verəcəm bugün. Bu hansı mövzunu əhatə edir? Yer səma cismidir. Bu mövzu ilə əlaqəli sınaqdır. Birinci suala baxırıq. Yerli vaxt əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edin. Deməli, A-nın coğrafi uzunluğunu verib, yerli vaxtı da verib. 30 dərəcə şərq uzunluğunda yerləşir A. B-də saata baxırıq, 20-20-dir, yəni A-dan öndədir saatda, deməli B də şərq uzunluğunda yerləşir, C də həmçinin şərq uzunluğunda yerləşir. Biz nə demişdik? Şərqdə yerləşən məntəqələr qərbdə yerləşən məntəqələrdən saatda irəlidirlər. Ona görə həm B, həm də C şərq uzunluğuna aid olacaq. İndi gəlin tapaq. Bunu necə tapacaq? Aradakı saat fərqini tapıb dərəcəni tapa bilərik. Gəlin hesablayaq. Deməli 20-20-dən B-ni tapırıq əvvəlcə. 20-20-dən çıxarıq 15-40-ı. Bu da bərabərdir. 20-dən 40-ı çıxa bilmədiyimiz üçün 1 saatı veririk buna. Bu olur 19. 1 saatımız 60 dəqiqədir. Olur 80 dəqiqə buradan. Çıxılsın 15-40. O da bərabərdir. 4-40. İndi nə edəcəyik? 4-ü vurarıq 15-ə. 1 saatımız 15 dərəcədir çünki. 4-ü vurarıq 15-ə, edər 60 dərəcə. Yəni bu dərəcəyə çevirməliyik. 1 dərəcədə 4 dəqiqəyə bərabərdir. Yəni 40 dəqiqəni də dərəcəyə çevirəndə 40-ı 4-ə bölürük. O da edəcək 10 dərəcə. 60 dərəcənin də üstünə 10 dərəcə gələrik. O da edər 70 dərəcə. Deməli 70 dərəcə fərq var. Yəni 30 dərəcədən 70 dərəcə şərqə doğru gedəcək. 30 dərəcənin üzərinə 70 dərəcə gəlsək, taparıq ki, bir hansı uzunluqda yerləşir? 100 dərəcə şərq uzunluğunda yerləşir. Bu B-nin qiyməti idi. İndi C-ni də tapırıq. Yenə eyni üsulla tapacaq. 21:00-dan çıxarıq 15:40-ı. O da bərabərdir. Yenə biz 0-dan 40-a çıxa bilmədiyimiz üçün 1 saatı veririk bura. Bura olur 20. 1 saatımız da 60 dəqiqə çıxılsın 15:40. İndi rahatlıqla çıxa bilərik. 20-dən 15 çıxanda 5, 60-dan 40-da çıxanda 20. 5 saat 20 dəqiqə. İndi biz 5 saat 20 dəqiqəni dərəcəyə çevirməliyik. 1 saatımız 15 dərəcədir. Ona görə 5 vurulsun 15. 75 dərəcə. 20 dəqiqəni də dərəcəyə çevirmək üçün 4-ə bölməliyik. O da edəcək 5. 75-in də üstünə 5 gələrik 80 dərəcə. Deməli 30 dərəcədən 80 dərəcə irəlidədir C məntəqəsi. 30-un da üstünə 80 gələrik. O da edəcək 110 dərəcə şərq uzunluğu. Deməli B yerləşir 100 dərəcə şərq uzunluğunda, C yerləşir 110 dərəcə şərq uzunluğunda. İndi cavablara baxırıq. B variantı uyğundur. Birin cavabı B variantıdır. İkinci suala baxırıq. Sxemə əsasən yanlış bəndi müəyyən edin. Gəlin oxuyaq A variantı. A məntəqəsi 23-cü saat qurşağında yerləşir. Baxırıq A məntəqəsinə. A məntəqəsinin coğrafi uzunluğu 20 dərəcə qərb uzunluğudur. Gəlin hesablayaq. Bunun üçün nə edəcək? 20 dərəcəni bölərik 15-ə. Belə böləyək. Bir dəfə neçənci saat qurşağında yerləşir, onu tapırıq da, yəni. Qalıq 7,5-dən kiçikdirsə, biz bura heç bir şey əlavə etmirik. 1 olduğu kimi qalır, ancaq qərb tərəfdə olduğu üçün biz həmişə 24-dən çıxacaq. Neçənci saat qurşağında yerləşdiyini tapmaq üçün. 24-dən 1 çıxanda edəcək 23. Həqiqətən də 23-cü saat qurşağında yerləşir.
B variantına baxırıq. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtından 2 saat 40 dəqiqə irəlidir. D məntəqəsi yerləşir 20 dərəcə qərb uzunluğunda, C məntəqəsi yerləşir 60 dərəcə qərb uzunluğunda. Gəlin vaxt fərqini tapaq. Nə edəcəyik? Məntəqələr eyni yarımkürədə olduğu üçün 60 dərəcədən 40 dərəcəni yox, üzr istəyirəm, 20 dərəcədir. 20 dərəcə. O da bərabərdir. 40 dərəcə fərq var. İndi saat fərqini tapa bilərik. Bunun üçün nə edərik? 40 dərəcəni bölərik 15-ə. O da edəcək. 2 saat. Bu 2 saatımızdır. Bu da 10 dərəcədir. Dərəcəni dəqiqəyə çevirmək üçün bu səfər 4-ə vuracaq. Niyə? Çünki 1 dərəcə 4 dəqiqə deməkdir. 10 dərəcəni də vururuq 4-ə olacaq 40 dəqiqə. 2 saat 40 dəqiqə. Həqiqətən də 2 saat 40 dəqiqə fərq var. B variantı da düzdür. Bizdən yanlışı soruşur. C variantına baxırıq. 23 sentyabrda C və D məntəqələrində günəş şüaları fərqli bucaq altında düşür. Baxaq, D burada yerləşir, C burada. Hər ikisi 15 dərəcəli enliklərdədirlər. Biri şimal, biri cənub. Biz bilirik ki, 23 sentyabrda günəş ekvatorda zenitdə olur. Hər iki yarımkürə bərabər işıqlanır. C və D bərabər miqdarda günəş şüalarının düşmə bucağı bərabər olacaq C və D-yə. Yəni, fərqli olmayacaq. Ona görə yanlış olan C variantıdır. Digər variantlara da baxaq. 21 martdan 23 sentyabra qədər F məntəqəsində gecənin uzunluğu çox olur. 21 martdan 23 sentyabra qədər günəş şimal yarımkürəsində zenitdə olur. Ona görə də qütb dairələrindən qütbə qədər olan ərazilərdə qütb gecələri müşahidə olunur və gecənin uzunluğu çox olur. F məntəqəsi yerləşir 45 dərəcədə, yenə də F məntəqəsində də gecənin uzunluğu çox olacaq. Bu düzgün cavabdır, çünki günəş şimal yarımkürəsində zenitdədir. Cənub yarımkürəsində ona görə gecələrin uzunluğu çox olur. Sonra Y variantına baxırıq. B və Y məntəqələrinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından geridir. Deməli, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda, B və Y 20 dərəcə göstərir. Hər ikisi də 20 dərəcə şərq uzunluğunda yerləşir. Həqiqətən də B və Y məntəqəsi Bakıya nəzərən qərbdə yerləşdikləri üçün onlar saatda Bakıdan geridirlər. Çünki biz nə demişdik? Şərqdə yerləşən məntəqələr qərbdə yerləşən məntəqələrdən saatda irəlidə olur. Ona görə variantımız C variantıdır. Burada yanlış cavab C variantıdır. Keçirik 3-cü suala. Üçüncü sualda nə deyir? 21 mart, 20 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqələr. Deməli, 21 martdan 20 sentyabra qədər günəş şimal yarımkürəsində zenitdə olur. Buna görə də qütb dairələrinə yaxın olan ərazilər, qütblərə yaxın olan ərazilərdə gündüzün uzunluğu daha çox olacaq. Belə desək, ekvatordan qütblərə doğru getdikcə gündüzün uzunluğu artacaq şimal yarımkürəsində. Gəlin baxaq. Qütb dairələrinə yaxın əraziləri götürəcəyik. Məntəqələri götürəcəyik. 1, 2, 6. 1, 2, 6 D. Bu məntəqələrdə gündüzün uzunluğu daha çox olmuş olacaq. Niyə? Çünki həm qütbə ətrafına, həm də qütbə getdikcə gündüzün uzunluğu artır. Ona görə 1, 2, 6-nı götürürük. 3-ün cavabı D variantıdır. 4-cü suala baxırıq. Yer planeti yarandığı ilk vaxtlarda onun səthində çoxlu iri asteroidlər və meteoritlər düşməsinin səbəbi onun səthinə. Deməli, yer planet kimi yarandığı ilk dövrdə soyuq səma cismi olduğu üçün maqnetizm xassələrinə malik deyildi. Ona görə də onun səthinə çoxlu iri asteroidlər, meteorlar düşür və toqquşmalar baş verirdi. Yerin maqnetizmi artdıqca onun səthinə düşən meteor yağışları da tədricən azalmışdır. Yəni, bunun cavabı yerin maqnetizminin zəif olmasıdır. Yəni, D variantıdır. 4-cü cavabı D variantıdır.
5-ci suala baxırıq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şimal qütb dairəsi, cənub qütb dairəsi. Şimal qütb dairəsi 66,5 dərəcə şimal dairəsində yerləşir. Cənub qütb dairəsi 66,5 dərəcə cənub dairəsindədir. Deməli, 5-də 1-ə baxırıq. 3 qitəni kəsib keçir. Gəlin bunu kağızda qeyd edək. Daha rahat olsun. Deməli, birinci, ikinci, üçüncü. Nələr aiddir? Hamısını burada yazacaq. Deməli, 3 qitəni kəsib keçir. Bu şimal qütb dairəsidir. Gəlin bunu xəritədə baxaq həqiqətən. Deməli, şimal qütb dairəsi dediyi 66,5 dərəcə şimal dairəsidir. Baxın, görürsünüzmü? 3 qitənidir. Yəni, həm Amerika qitəsini, həm Avropa qitəsini, həm də Asiya qitəsini kəsib keçir. Yəni, 1 getdi 1-ə. Buraya yazırıq 1. Sonra 60 dərəcə və 70 dərəcə cənub enlikləri arasında yerləşir. Bu cənub qütb dairəsidir. 2 getdi 2-yə. 3. Yay gündönümü günü qütb gündüzü müşahidə olunur. Bu şimal qütb dairəsindədir. Çünki günəş 23,5 dərəcə şimal dairəsində zenitdə olur, yay gündönümü vaxtı. Buna görə də həmin günü şimal qütb dairəsində qütb gündüzü müşahidə olunur. 3 getdi 1-ə. Deməli, buraya yazırıq 3. Sonra 4. Yaz gecə gündüz bərabərliyi günü günəş şüaları 23,5 dərəcə bucaq altında düşür. Deməli, 4 də getdi, 3-ə bu hər ikisinə aiddir. Çünki yaz gecə gündüz bərabərliyi günü günəş ekvatorda zenitdə olur və hər iki yarımküre bərabər işıqlanır. Bu cavab hər ikisinə aiddir. 4 getdi 3-ə. Buraya yazırıq 4. 5. Qış gündönümü günü günəş şüaları 47 dərəcə bucaq altında düşür. Bu da cənub qütb dairəsinə aiddir. Gəlin bunu hesablayaq. Deməli, qış gündönümü günü günəş 23,5 dərəcə cənub enliyində zenitdə olur. Ona görə biz nə edəcəyik? 90-dan çıxacaq. Deməli, cənub qütb dairəsi 66,5 dərəcədir. O da çıxılsın, düstura əsasən hesablayırıq da 23,5 dərəcə. 23,5 dərəcə günəşin zenitdə olduğu enlikdir. Çıxırıq. O da bərabərdir 90 çıxılsın, bunu çıxırıq 43. O da bərabərdir 47, düzdür. 5 də getdi 2-yə. Deməli, baxaq variantlara. 1-ə 1, 3 aiddir, 2-yə 2, 5, 3-ə də 4, C. 5 görsənirmi? Aha, 5C. 5C. 5-in cavabı C variantıdır. 6-cı suala baxırıq. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti. A. Torpaq örtüyü ilə malik olması. Xeyr, bu deyil. Yerdə tektonik hərəkətlərin baş verməsi əlaqəsi yoxdur. Atmosferdə qaz tərkibinin sabit olması xeyr. Meşələrin yaranması xeyr. Y variantı yer və günəş arasında məsafənin münasib olması, bəli. Çünki yer günəşə nə həddən artıq yaxın deyil, nə də həddən artıq uzaq deyil. Əgər həddən artıq yaxın olsaydı çox isti olacaqdı, temperatur həddən artıq çox olacaqdı. Əgər günəşdən həddən artıq uzaqda olsaydı, onda da soyuq hava olacaqdı. Yəni ona görə yerlə günəş arasındakı məsafənin münasib olması həyatın əmələ gəlməsinin ilkin şərtidir. 6-nın cavabı Y variantıdır. 7-ci suala baxırıq. A məntəqəsində cismin kölgəsi olmadığı zaman Bakı şəhərində saat neçə olar? Deməli, A məntəqəsində cismin kölgəsi olmadığı zaman bu günorta saat 12-dir. Çünki kölgə yoxdursa, kölgə 0-a bərabərdirsə, günəş 90 dərəcə bucaq altında düşür deməkdir. O da günorta 12-yə təsadüf edir.
günorta saat 12:00-da Günəş 90 dərəcə bucaq altında düşür və kölgə sıfıra bərabərdir. Yəni A məntəqəsində saat 12:00-dur. A məntəqəsinin saatını biz bildik. Deməli, Bakı şəhərində saat neçə olar? Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Digər məntəqənin uzunluğunu verir 130 dərəcə qərb uzunluğu. Burada 130 dərəcə qərb uzunluğudur. Yenə məntəqələr fərqli yarımkürələrdə olduğu üçün biz toplayırıq. Toplayanda edəcək necə? 130-un üstə 50 gələndə edəcək 180. Buradan yazaq. 180 dərəcə fərq var. İndi saat fərqini necə taparıq? 180 dərəcəni də bölərik 15-ə. 12 saat fərq var. 12 saat fərq olanda, deməli, A məntəqəsində saat 12-dirsə, Bakıda saat olacaq 00:00 və ya 24:00. 7-nin də cavabı A variantı olacaq. 8-ci suala baxırıq. Xəritə sxemdə qeyd edilmiş məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu daha az olacaqdır? 22 iyunda Günəş 23,5 dərəcə şimal dairəsində zenitdədir. Buna görə də gündüzün uzunluğunun daha az olduğu məntəqələr cənubda yerləşən məntəqələrdir. Xüsusilə də qütbə yaxın olan ərazilər, yenə ekvatordan qütbə doğru getdikcə gündüzün uzunluğu azalacaq cənub yarımkürəsində. Niyə? Çünki Günəş şimal yarımkürəsində zenitdədir, 23,5 dərəcə şimal enliyində. Ona görə qütbə ən yaxın hansı məntəqədirsə, onu götürməliyik. 5. Qütbə ən yaxın hansıdır? 5. 8-in cavabı B variantıdır. 9-cu suala baxırıq. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəlidə olan məntəqənin aid olduğu saat qurşağının orta meridianını müəyyən edin. Deməli, 8 saatı biz əvvəlcə dərəcə fərqini tapmalıyıq. 8 saatı bunun üçün nə edəcəyik? 15-ə vuracaq. Gəlin vuraq. Yəni, Bakı ilə 120 dərəcə fərqə malikdir həmin məntəqə. Deməli, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Aralarında da 120 dərəcə, bircə dəqiqə. Gəlin bunu ən yaxşı çəkək. Deməli, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Digər məntəqə deyir 8 saat irəlidədir. 8 saat irəlidə olanda deməli şərq uzunluğunda yerləşəcək də. Bakıdan saatda irəlidədirsə şərq uzunluğunda yerləşəcək. Biz tapdıq ki, neçə dərəcə? 120 dərəcə fərq var. Yəni 50-nin üstündən 120 dərəcə gələrik. O da edər 170 dərəcə. 170 dərəcə. Saat qurşağının orta meridianını müəyyən edin. Yenə orta meridianı müəyyən etmək üçün biz 170-i 15-ə bölməliyik. 170-i gəlin 15-ə bölək. Deməli, biz həmin məntəqənin yerləşdiyi saat qurşağını tapdıq 11. Qalıb 5 olduğu üçün üzərinə heç bir şey əlavə etmirik. Çünki 7,5-dən kiçikdir. Yəni, həmin məntəqə yerləşir 11-ci saat qurşağında. 11-ci saat qurşağını yenə orta meridianı tapmaq üçün vurmalıyıq 15-ə. 11-i də vururuq 15-ə. 165 dərəcə şərq uzunluğu. 9-un cavabı D variantıdır. 10-cu suala baxırıq. A məntəqəsi 20-ci saat qurşağının orta meridianından 20 dərəcə qərbdə olarsa, onun yerləşdiyi saat qurşağının sərhədlərini müəyyən edin. Deməli, 20-ci saat qurşağının orta meridianı tapmaq üçün
Biz nə edəcəyik? Qərbdə yerləşdiyi üçün 20-ci saat qurşağı qərb yarımkürəsindədir. Ona görə 24-dən çıxarıq 20-ni. O da bərabərdir 4. Orta meridianını tapırıq. 4 vurulsun 15 dərəcə. O da edəcək 60. Deməli, orta meridian 60 dərəcə qərb uzunluğudur. Bunu çəkək. 60 dərəcə qərb uzunluğu. Məntəqə deyir, orta meridiandan 20 dərəcə qərbdədir. Yəni 60-dan 20 dərəcə qərbdə. Qərbə doğru getdikcə, yəni 180 dərəcəlik şərq uzunluğuna yaxınlaşdıqca dərəcələr artır da. Daha doğrusu qərb uzunluğuna yaxınlaşdıqca dərəcələr artacaq. Deməli, 60-ın da üstünə 20 gələrik, edər 80 dərəcə qərb uzunluğu. Deməli, indi məntəqə 80 dərəcə qərb uzunluğunda yerləşir və biz saat qurşağını tapmalıyıq. Saat qurşağını tapmaq üçün nə edəcəyik? 80-i 15-ə bölərik. O da edəcək neçə? 5, 5-imi 25, 5, 25, 7, 5. Deməli, qalıb 7,5-dən kiçikdir. Ona görə 5-in üzərinə heç bir şey əlavə etmirik. Yəni, 5-ci saat qurşağında yerləşir həmin məntəqə, A məntəqəsi. İndi biz 5-ci saat qurşağının sərhədlərini müəyyən edin deyir. Bunun üçün nə edəcək? 5-i vurarıq 15-ə. 5-i vurarıq 15-ə edər 75 dərəcə. Sərhədləri müəyyən etmək üçün biz 7,5-i bir dəfə üstünə gələcək, bir dəfə də çıxacaq. 75 dərəcə plus minus 7,5. Bir dəfə toplayaq. 75 üstə 7,5 edəcək 82,5 dərəcə. Bir dəfə də çıxırıq. 75-dən 7,5 çıxanda edəcək 67,5 dərəcə qərb uzunluğu. Bu da təbii ki, qərb uzunluğudur. Deməli, sərhədlər necə oldu? 67,5 dərəcə qərb uzunluğu, 82,5 dərəcə qərb uzunluğu. Bu da E variantına aiddir. Onun cavabı E variantıdır. 11-ci suala baxırıq. Yerin sxemdəki vəziyyətinə əsasən doğru ifadələri müəyyən edin. Biz burada nə görürük? Görürük ki, Günəş şimal yarımkürəsində zenitdədir. Günəş şimal yarımkürəsini daha çox işıqlandırıb. Şimal yarımkürəsinə yaydır, cənub yarımkürəsində qışdır. İndi baxaq variantlara. Bir, cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Bəli, bir düzdür. Bizdən də doğru ifadələri soruşur. Şimal yarımkürəsində ən qısa gündüz müşahidə olunur. Xeyr, bu səhv cavabdır. Şimal yarımkürəsində ən uzun gündüzdür. Günəş 20,5 dərəcə cənub enliyində zenitdədir. Xeyr, Günəş yay gün dönümü olduğu üçün 23,5 dərəcə şimal enliyində zenitdədir. Yəni, üstə səhv cavabdır. 4, 66,5 dərəcə şimal enliyindən şimalda qütb gündüzləri müşahidə olunur. Bəli, düzdür. Günəş 20,5 dərəcə şimal enliyində zenitdə olarkən 66,5 dərəcə şimal enliyindən şimalda qütb gündüzləri müşahidə olunur. Deməli, düzgün cavablar 1, 4. Cənub yarımkürəsində yay fəslidir. Xeyr, cənub yarımkürəsində qış fəslidir. 5-də səhv cavabdır. Günəş şüaları Bakıya 73,5 dərəcə bucaq altında düşür. Bu da düzgün cavabdır. Gəlin, hətta istəyirsiniz buna baxaq. Bakı yerləşir 40 dərəcə şimal enli dairəsində. Biz nə edəcəyik? Deməli, 90 çıxılsın 40 edər 50 dərəcə. 50 dərəcənin də üstünə gələrik Günəşin zenitdə olduğu enliyi, yəni 23,5 dərəcə şimal enliyini edər 73,5 dərəcə. Həqiqətən də 73,5 dərəcə buradadır. Deməli, doğru cavablar 1, 4, 6-dır. 11-in cavabı B variantıdır. 12-ci sual. 12-ci suala baxırıq. Diaqrama əsasən cismin yerləşdiyi coğrafi enliyi müəyyən edin. Burada cismin kölgələri verilib. 21 martda 1-ə bərabər olub. 22 iyunda kölgə ən uzun olub 2-yə bərabər olub. 23 sentyabrda kölgə 1-ə bərabər olub.
22 dekabrda kölgə 0-a bərabər olub. 22 dekabrda kölgə 0-a bərabər olubsa, deməli Günəş cənub enliyində zenitdə olan vaxtı qış gün dönümündə. Çünki 22 dekabrda Günəş cənub tropikində zenitdə olub. Ona görə həmin cisimdə 23,5 dərəcə cənub enliyindədir deməli. Niyə? Çünki kölgə artıq 0-dır. Kölgə 0-dırsa, Günəş cənub en dairəsində zenitdədir, yəni cənub tropikində. Və həmin cismin kölgəsi 23 sentyabrda 23,5 dərəcə cənub enliyində durub da həmin cisim. 23 sentyabrda 1-ə bərabər olub. 22 iyunda ən uzun olub, çünki 22 iyunda Günəş şimal tropikində zenitdədir. Ona görə kölgənin uzunluğu artıb 2-yə bərabər olub. 21 martda da yenə qısalıb 1-ə bərabər olub. Belə deyək də, Günəşin düşmə bucağı ilə kölgə tərs mütənasibdir. Belə başa düşün. Günəşin düşmə bucağı artdıqca kölgə qısalır. Günəşin düşmə bucağı azaldıqca kölgə uzunlamağa başlayır. Kölgə uzunlamağa başlayır. Ona görə cisim 23,5 dərəcə cənub enliyindədir. 12-nin cavabı D variantıdır. 13-cü suala baxırıq. Xəritə sxemə əsasən qütb gecə və gündüzlərinin müşahidə olduğu məntəqələri müəyyən edin. Qütb gecə və gündüzləri 66,5 dərəcə şimal en dairəsindən yuxarıda və 66,5 dərəcə cənub en dairəsindən aşağıda yerləşən məntəqələrdir, yəni qütbə qədər. 66,5 dərəcə cənub enliyi ilə 90 dərəcə arasında yerləşən ərazilər yenə həm yuxarıda, həm şimal enliyində, həm də cənub enliyində yerləşən ərazilər aiddir. İndi gəlin baxaq görək. A ola bilməz, D də ola bilməz. Burada S var, Y var, bir də H var. S, Y, H. Bunlar 66,5 dərəcədən yuxarıda olduğu üçün götürürük Z-yi, H. Qütb gecə və gündüzlər müşahidə olunur. A variantı, 13-cü cavab A variantıdır. 14-cü suala baxırıq. Müxtəlif məntəqələrdə eyni anda Günəşin üfüqdə vəziyyətinə əsasən daha qərbdə yerləşən məntəqəni müəyyən edin. Deməli, daha qərbdə yerləşənidir. Biz bilirik ki, Günəş şərqdə çıxıb qərbdə batır. Şərqdə yerləşən ərazilər, qərbdə yerləşən ərazilərdən saatda irəlidirlər. Qərbdə yerləşən məntəqələr saatda geridirlər. Deməli, baxırıq birinciyə. Birincidə Günəş deməli, saat 12-dir, yəni Günəş artıq 90 dərəcəli bucaq altında düşüb, saat 12-dir. Burada artıq səhər olub, Günəş çıxıb və günortaya getdikcə yaxınlaşır. Bu məntəqə deməli daha qərbdə ola bilməz. Bizdən daha qərbdə olan soruşur. Burada saat irəlidədir 5-də, çünki artıq Günəş batmaq üzrədir. 5-də saat irəli olacaq. 3-də də həmçinin getdikcə batmağa doğru yaxınlaşır. Amma 4-cü məntəqədə Günəş hələ yeni çıxır. Şərqdə çıxır da Günəş yeni çıxmağa başlayır hələ. Yəni saatda ən geri olan 4-cü məntəqədir. Çünki Günəş hələ təzə-təzə çıxır burada. Ona görə 4-cü məntəqə saatda geri olacaq. Yəni daha qərbdə yerləşən məntəqə 4-cü məntəqədir. 14-cü cavabı C variantıdır. 15-ci suala baxırıq. Başlanğıc meridianından 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələrin aid olduğu saat qurşaqlarına müvafiq olaraq müəyyən edin. Deməli, 27 dərəcə şərqdə və qərbdə. Bunun üçün nə edəcəyik? 27-ni böləcəyik 15-ə. Birinci şərq yarımkürəsini tapaq. Bir dəfə 7-dən 5-ki 12. 7 qalıq 7,5-dən böyük olduğu üçün üzərinə 1 əlavə gəlirik, yəni 2. Deməli, ikinci saat qurşağında yerləşir. Şərqdə olan ikinci saat. Bir də görsənirim. Şərqdə olan ikinci saat qurşağında yerləşir. İndi qərbdə olanı tapırıq. Qərbdə olan deməli, yenə 27 dərəcəni böləcəyik 15-ə.
1, yenə üzərinə 1-in əlavə edirik. Çünki qalıq 7,5-dən böyükdür 2. Ancaq 24-dən 2-ni çıxmalıyıq. Çünki məntəqə qərbdə yerləşir. 24-dən də 2-ni çıxanda edəcək 22 dərəcə. Yəni qərbdə yerləşən olacaq 22 dərəcədə. Şərqdə yerləşən olacaq, daha doğrusu 22-ci saat qurşağında. Şərqdə yerləşən olacaq isə 2-ci saat qurşağında. 15-in cavabı Y variantı olacaq. 2 və 22-ci saat qurşağı. 16-cı suala baxırıq. Deməli, hansı ərazilərdə maqnit anomaliyası müşahidə olunur? Maqnit anomaliyasından danışaq. Yer qabağında olan dəmir, nikel, titan, kobalt kimi ferromaqnit metallar maqnitlik xassələrlə malik olurlar. Odur ki, ferromaqnit filizlərin olduğu yerlərdə, habilə maqnit qütblərində kompasın əqrəbi işləmir. Bu yerlər maqnit anomaliyasının olduğu yerlər hesab olunur. Ona görə də biz hansı variantı götürəcəyik? Dəmir filizi yataqlarında C variantını götürəcəyik. Yəni 16-cı cavabı C variantı olacaq. 17-ci suala baxırıq. Qütb parıltısı yaranır. Qütb parıltısı nədir? Qütb parıltısı günəş küləyinin elektrik yüklü hissəciklərinin yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində əmələ gəlir. Yəni, qütb parıltılarının yaranmasına səbəb maqnit qasırğalarıdır. Ona görə də variantlar arasında bu B variantıdır. Günəş küləyinin elektrik yüklü hissəciklərinin yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində qütb parıltısı yaranır. 17-ci cavabı B variantıdır. 18-ci suala baxırıq. Günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürəsində müşahidə olunan fəsilləri müəyyən edin. Günəş üfüqdə birdə daha yüksəkdədir, yəni birdə yaydır. Günəş üfüqdə daha yüksəkdədir. 2-də daha alçaqdır. Bu payız və ya yaz ola bilər. 3 isə qışdır. Günəş üfüqdə daha alçaqda olanda qış fəsli olur. İndi gəlin variantlara baxaq. 1 yay, 2 qış, yox. 2 qış ola bilməz. 2 yazdır ya da payızdır. 1 qış yox ola bilməz. 1 payız ola bilməz. 1 qış ola bilməz. 1 yay, 2 yaz, 3 qış. 18-ci cavabı Y variantıdır. 19-cu suala baxırıq. 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə bucaq altında düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. Gəlin bunu da yazaq. Deməli, 90 çıxılsın 76,5 dərəcə. 90 çıxılsın 76,5. O da bərabərdir neçə? 13,5 dərəcə. Deməli, məntəqə yerləşir 10 dərəcə cənub enliyində. 10 dərəcə cənub enliyi, yox, daha doğrusu 10 dərəcə cənub enliyi soruşur ki, 76,5 dərəcədən düşdü. Günəşin zenitdə olduğu enliyi soruşur bizdən. Deməli, 10,5 dərəcənin üzərinə, daha doğrusu 10 dərəcənin üzərinə həm plus minus eləyək də, həm 13,5-i gələ bilərik, həm də çıxa bilərik. Bir dəfə gələk, 10 dərəcə üstə 13,5, 23,5 cənub enli dairəsi. Çünki məntəqə 10 dərəcə cənub enliyində yerləşir. Bir dəfə də çıxırıq. 10 dərəcə çıxılsın 13,5, o da bərabərdir -3,5, yəni şimal yarımkürəsində və 3,5 dərəcə şimalda. Ya 23,5 dərəcə cənub enliyində zenitdə olan vaxtı 10 dərəcə cənub enliyinə 76,5 dərəcə bucaq altında düşür. Ya da 3,5 dərəcə şimal enliyində zenitdə olan vaxtı bu bucaq altında düşür. Variantlara da baxırıq. Variantlar arasında 23,5 dərəcə cənub enliyi var. 19-cu cavabı A variantıdır. Keçək 20-ci suala. Tropik işıqlanma qurşağının cənub sərhəddi ilə Bakı şəhəri arasındakı məsafəni hesablayın. Tropik işıqlanma qurşağının cənub sərhəddi deyir.
Bu 23,5 dərəcə cənub enli dairəsidir. Bakıda yerləşir 40 dərəcə şimal enli dairəsində. Gəlin çəkək 40 dərəcə şimal enli dairəsi. Tropik, cənub tropikdə yerləşir 23,5-də. Burada ekvator olsun. Məntəqələr fərqli yarımkürələrdə yerləşdiyi üçün toplayırıq. 40 üstə 23,5 edəcək 63,5. 63,5 yenə biz merdən üzrə hərəkət etdiyimiz üçün 111-ə vuracaq. O da edəcək 7048,5, yəni Y variantı. 20-ci cavabı Y variantıdır. 21-ci suala baxaq. Sxemdə qeyd edilmiş A məntəqəsində 4 oktyabr saat 19:20 olarsa, B məntəqəsində hansı gün və saat neçə olar? Əvvəlcə dərəcə fərqini tapırıq. Deməli, burada dərəcə fərqi olacaq. Buradan bura 10 dərəcə, buradan da bura 20 dərəcə. 20 dərəcə üstə 10 dərəcə gələrik, 30 dərəcə eləyər. 30 dərəcəni də bölərik 15-ə, o da edəcək 2 saat. A məntəqəsində saat 19:20-dir. B məntəqəsi ondan deməli geridə olduğu üçün biz nə edəcəyik? Üzərinə gələcəyik həmin saatı 19:20 üstə gəlinsin 2 saat 21:20. Ancaq bir gün geri olmuş olacaq. Niyə? Çünki B məntəqəsi 170 dərəcə qərb uzunluğunda yerləşir. A məntəqəsi 160 dərəcə şərq uzunluğunda yerləşir. Yəni, aralarında bir gün fərq var. Ona görə bir gün geri olmuş olacaq. 21:20, yəni burada 4 oktyabrdirsa A-da, B-də olacaq 3 oktyabr. 3 oktyabr 21:20. 21-in cavabı C variantıdır. Deməli, 22-ci suala baxırıq. Xəritə sxemdə qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqlarını və məntəqələr arasındakı yerli vaxt fərqini müəyyən edin. Aya baxırıq. Ay 60 dərəcəli qərb uzunluğundadır. Gəlin saat qurşağını hesablayaq. 60-ı bölərik 15-ə edər 4. Məntəqə qərbdə yerləşdiyi üçün biz 24-dən mütləq şəkildə 4-ü çıxmalıyıq. Deməli, A yerləşir 20-ci saat qurşağında. A variantı uyğundur. B-yə baxırıq. B də 60 dərəcə şərq uzunluğunda yerləşir. 60-ı yenə 15-ə bölürük 4. Bu səfər çıxmırıq. B 4-cü saat qurşağında yerləşir. Aralarında da 8 saat fərq olur. 4, 4, 8 saat. 22-ci cavabı A variantıdır. 23-cü suala baxırıq. Qış gün dönümü günü 30 dərəcə şimal enliyinə günəş şüaları neçə dərəcə bucaq altında düşər? Deməli, qış gün dönümü günü günəş 23,5 dərəcə cənub enliyində, yəni cənub tropikində zenitdə olur. Ona görə biz 30 dərəcə şimal enliyinə neçə dərəcə günəş şüası düşür, onu hesablamaq üçün nə edəcəyik? 90-dan çıxarıq 30-u, edər 60 dərəcə. 60-dan da 23,5-i mütləq şəkildə çıxmalıyıq. Çünki 23,5 dərəcədə zenitdədir, cənub enliyində zenitdə olduğu üçün çıxırıq. O da bərabərdir. Neçə edəcək? 36,5 dərəcə. Cavab 36,5-dir. 36,5 dərəcə bucaq altında düşür. 24-cü suala baxırıq. Mülayim işıqlanma qurşağında yerləşən ölkələr. Mülayim işıqlanma qurşağı göstərim xəritədə. Deməli, mülayim işıqlanma qurşağı şimal tropiki ilə, yəni 20,5 dərəcə şimal enli dairəsi ilə 66,5 dərəcə şimal enliyi arasında qalan ərazilərdir. Həmin ərazilərdə yerləşən ölkələri soruşur bizdən. İndi gəlin bir-bir ölkələrə baxaq görə hansı həmin işıqlanma qurşağında yerləşir. Onun üçün siyasi xəritəni açıram.
Deməli, bir Niger deyir. Niger Afrikada yerləşən ölkədir. Niger, baxın, buradadır. Mülayim işıqlanma qurşağında yerləşmir. Biri götürmürük. 2 Türkiyə. Türkiyə, bəli, mülayim işıqlanma qurşağındadır. 2-ni götürürük. Bura yazaq hansıları götürəcəyimizi. 2. Sonra Monqolistan. Monqolistan da mülayim işıqlanma qurşağında yerləşir. Baxın, Monqolistan buradadır. Deməli 2, 3, 3'ü də götürürük. Peru. Xeyr, Peru mülayim işıqlanma qurşağında yerləşmir. Baxın, Peru buradadır. Mülayim işıqlanma qurşağında deyil, onu götürmürük. Panamada mülayim işıqlanma qurşağında deyil, onu da götürmürük. Sonra Argentina mülayim işıqlanma qurşağında yerləşir, onu götürəcəyik. Deməli, hansı oldu? 2, 3, 6. 24'ün cavabı 2, 3, 6'dır. Sonra 25 qütb ulduzunun müşahidə olunduğu ərazilər. Qütb ulduzunun müşahidə olduğu ərazilər ekvatordan şimalda yerləşən ərazilərdir. Madagaskar adası xeyr, cənubda yerləşdiyi üçün biz onu götürmürük, ola bilməz 25-in cavabı kimi. Xəzəryanı ovalıq, bəli, ola bilər. Xəzəryanı ovalıq şimalda yerləşir, götürürük 2-ni. 25'də 2. Siciliya adası, bəli, şimaldadır, götürürük 3'ü də. Böyük Sarızı dağları, xeyr, Avstraliyadadır bu, götürmürük. Orinoco ovalığı, bəli, şimal yarımkürəsində yerləşir, onu da götürürük, 5'i götürürük, 2, 3, 5. La Plata'da cənubda yerləşdiyi üçün orada qütb ulduzu görsənməyəcək, 6'nı da götürmürük, 25'in cavabı 2, 3, 5'dir. 26-cı suala baxırıq. Qütb gündüzlərinin müşahidə olduğu ərazilər. Qütb gündüzləri 66,5 dərəcə enliklə 90 dərəcə enliklər arasında olur. Bu enliklər arasında baxaq görə bir Novosibir adaları, bəli, qütb gündüzləri müşahidə olunur. 2 Viktoriya adası da həmçinin müşahidə olunur. 3 Antarktida materiki, hər üçü də bunlar qütb gündüzləri bu ərazilərdə müşahidə olunur. Falkland adalarında müşahidə olunmur, Tasmaniya adasında müşahidə olunmur, Newfoundland adasında müşahidə olunmur. Cavab 1, 2, 3 olacaq. 27-ci suala baxırıq. 1. 4-cü saat qurşağı, 2. 13-cü saat qurşağı, 3. 23-cü saat qurşağı uyğunluğu müəyyən edin deyir. Deməli, biz əvvəlcə bu saat qurşaqlarının sərhədlərini tapmalıyıq. Onun üçün nə edəcəyik? 4-cü saat qurşağının sərhədini tapaq. 4'ü vurarıq 15'ə. O da edəcək 60. Yəni, birinci yerləşəcək 60'ın üstünə həm 7,5 gələcək, həm də 7,5'i çıxacaq. 60'dan 7,5 çıxanda 52,5 eləyir. 60'ın üstə 7,5 gələndə 67,5. Yəni 4-cü saat qurşağının sərhədləridir bu. Sonra ikincini tapaq. 13-cü saat qurşağından danışır. 13-cü saat qurşağı artıq qərb yarımkürəsində olmuş olacaq. Ona görə biz 13'ü vururuq 15'ə. 13 vururuq 15'ə. Edər 195 dərəcə. Deməli 180 dərəcə şərq uzunluğunu keçdi. Nə qədər keçdi? 15 dərəcə keçdi 180'i. 15 dərəcə qərbə keçib də, yəni 180'dən 15'i çıxmalıyıq uzunluğu tapmaq üçün. 180'dən 15'də çıxanda edər 165 dərəcə qərb uzunluğu. İkincinin də sərhədlərini tapaq. 165'dən həm 7,5'i çıxacaq, həm də 7,5 gələcək. 157,5. Bir dəfə də üstünə gəlirik.
172.5. Üçünü də tapaq, üçüncünü də tapaq. 23-cü saat qurşağı, 23-cü saat qurşağı deməli neçə dərəcə qərb uzunluğu olmuş olacaq? 23-cü saat qurşağı olmuş olacaq. Bunun üçün biz 24-dən 23-ü çıxarıq, 1 saat edər, 1 saat da 15-ə vurarıq, ən asan variant. 15 dərəcə, 15 dərəcə, yəni qərb uzunluğudur. 15-dən bir dəfə çıxarıq 7.5-i, olacaq 7.5. Bir dəfə də üzünə gələrik 7.5, o da olacaq 22.5. Deməli, 3-cü saat qurşağı da bunların arasında bir yerdə olmalıdır. İndi baxırıq A variantı. A variantı hansına getmiş olacaq? 1, 2, 3 deyə sıralayaq. 1, 2, 3. A 170 dərəcə qərb uzunluğunda yerləşir. Bura qeyd eləməyi unutmuşam. Birinci olacaq şərq uzunluğu. Burada olacaq şərq uzunluğu. Bunlar artıq qərb uzunluğudur. Bu da qərb uzunluğudur. Bu da eyni zamanda qərb uzunluğudur. Deməli, 170 dərəcə qərb uzunluğu. Baxırıq, 2-yə aiddir. A getdi 2-yə. Deməli, B 162 dərəcə qərb uzunluğu. 162, B də getdi 2-yə. Bunun arasında bir yerdədir. Sonra 65 dərəcə şərq uzunluğu 1-ə aiddir. Yəni, C getdi 1-ə. 18 dərəcə qərb uzunluğu getdi 3-ə. Bunun arasında bir yerdədir. D-yə, deməli, 3-ə getdi də D. 25 dərəcə qərb uzunluğu da heç birinə aid deyil. Burada yeni götürmürük ümumiyyətlə. Deməli, 27-nin cavabı oldu 1C, 2AB, 3D. Bu qədər. Keçdik situasiya tipli tapşırıqlara. Nə deyir? Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 28-30 sayılı tapşırıqları cavab vərəqində yerinə yetirin. Yay gün dönümü günü şimal sərhədinə günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlanma qurşağında gündüz uzun, gecə isə qısa olur. Mətnə əsasən coğrafi enliyi və işıqlanma qurşağını müəyyən edib yazın. Deməli, gəlin bunu yazaq. Hansı enlikdə, zenitdə, daha doğrusu hansı enlikdən söhbət gedir, ondan danışaq. Hansı enliyə 47 dərəcə bucaq altında düşür günəş şüaları, onu tapmaq üçün biz nə edəcəyik? 90 çıxılsın, 47, o da çıxılsın, 23,5. Niyə? Çünki yay gün dönümündən danışır. Yay gün dönümü günü günəş 23,5 dərəcə şimal enliyində zenitdədir. Ona görə buraya yazırıq 23,5 dərəcə. O da edər, mən birbaşa cavabı yazıram, 66,5 dərəcə şimal en dairəsi. Yəni, coğrafi enlik 66,5 dərəcə şimal enliyidir. İşıqlanma qurşağı da bu hansı işıqlanma qurşağı idi? Mülayim işıqlanma qurşağıdır. İşıqlanma qurşağı da yazacaq şimal, mülayim işıqlanma qurşağı. İşıqlanma qurşağı. Mən qısa yazdım. 28-in cavabı bu şəkildə idi. 29-a keçirik. Mətndə verilmiş işıqlanma qurşağında şimalda və cənubda yerləşən işıqlanma qurşaqları müvafiq olaraq müəyyən edib yazın. Deməli, şimal mülayim işıqlanma qurşağından şimalda yerləşən işıqlanma qurşağı şimal qütb işıqlanma qurşağıdır. Şimal, bura yazım 29, Şimal qütb işıqlanma qurşağı. İşıqlanma qurşağı qısa yazıram. Cənubda yerləşən işıqlanma qurşağı hansı olacaq? Tropik işıqlanma qurşağı. Şimal mülayim işıqlanma qurşağı cənubda artıq tropik işıqlanma qurşağıdır. Tropik işıqlanma qurşağı. Bu qədər.
Keçdik 30-cu suala, axırıncı sualdır. Xəritə sxemə əsasən mətndə verilmiş işıqlanma qurşağında yerləşən ölkələri müəyyən edin. Mətndə şimal mülayim işıqlanma qurşağından söhbət gedir. Şimal mülayim işıqlanma qurşağında yerləşən məntəqələr 1, 3, 6-dır. Bunlar da hansı ölkələrdir? 1 İspaniyadır. 1 İspaniya. 3 Monqolistan. 6 da ABŞ. Belə, bu qədər. İkinci sınağın da izahatını bitirdik. Ümid edirəm ki, sizlər üçün faydalı video olmuşdur. Ümid edirəm ki, bu sınavdan siz nələrsə öyrəndiniz. Hər birinizə uğurlar arzu edirəm.